Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük sizin hər birinizi Lider Televiziyasının ekranı ilə, efri ilə hər səhərini, hər sabahını açan bizim daimi izləyicilərimiz. Yenə bizim studiyamızda, belə deyək, İdman bayramı davam edir. Azərbaycan idmanının tarixini yazanları yenə dəvət etmişik səhər-səhər. Görəcəksiniz onların hər birini, onlar bizim fəxirlərimizdir, vüqarlarımızdır. Dünən biz sizinlə bərabər karate idmanı üzrə Azərbaycanda, belə deyək, o qızıl medal alanlar, bürünc medal alırlar. Ümumiyyətlə, bu idman növü ilə bağlı yarışda uğur qazananlar haqqında geniş danışdıq. Məşqçilərimiz gəlmişdi, hakimlərimiz gəlmişdi və bizim bu söhbətimiz davam edir. Bugün isə bizim studiyamızda qızıl medalçılar var və məmnuniyyətlə onların hər birini salamlayıram. Sabahınız xeyir olsun hər birinizin. Ayxan, Firdovsi və İrina bu səhər bizim qonaqlarımızdır. Xoş gəlmişsiniz. Əhval-ruhiyyə necədir? Qızıl medal alandan sonra əhval necədir? Necə olur ümumiyyətlə bu hissi yaşamaq? Əhval-ruhiyyə çox gözəldir. Yaxşısınız. Bəli, bəli. Amma yorğun görünürsünüz. Yorğunsuq. Çox yorğunuq. Hələ o veriliş, bu veriliş hələ ayılmamış. Mikrofonu götür zəhmət olmasa, bütün Azərbaycan dinləsin səni. Bəli, yarış qutarandan demək olar ki, səhərisindən başladıq çəkilişlərə getməyə və həqiqətən yuxu hələ ki yoxdur. Bu bir nağıl idi biz üçün, bir yuxu idi. Mən elə fikirləşirəm ki, biz hələ ayılmamışıq. Gecə də 1-2 saat yuxu yatırıq, təzdən səhər açılır, təzdən çəkilişdə. Çox sağ olun ki, bizi belə işıqlandırırsınız. İşıqlandırmalıyıq, təbii belə də olacaq. Ну как, Марина? Ирина. Поздравляю тебя тоже. Спасибо. Ты тоже как-то сонная. Да, потому что очень приятно, да, что нам уделяется столько внимания, все зовут, Так рассказывают от нас, поэтому есть немножко усталость, не высыпаемся. Сегодня мама моя уезжала, поэтому я тоже ее провожала. Все, я думаю, тут спят час-два максимум в сутки, поэтому немножко устали. Но радость победы, она огромная, поэтому мы готовы с вами общаться и рассказывать о том, как это все было. Bizim İrina hörmətli tamaşaçılarımız da oradan da o fərəhli anları yaşayır. Anasını da yola salıb, anası da o sevinçli anları yaşamaq üçün Bakıdaydı. Və baxmayın ki, onlar səhər-səhər yuxuludular. Siz bizə imkan verin. Mən bu dəqiqə musiqili qonağımızı dəvət edəcəm studiyamıza. 5 dəqiqədən sonra onların yuxusu tamamilə qaçacaq. Və səhər-səhər əzizlərim, bizim canımız, ciyərimiz bu studiyanı, bu proqramı mənimlə bərabər bölüşən Visalə xanım Rəcəbə gəlib, xoş gəlib, səfa gətirib. Sabahın xeyir Visalə. Səni burada qarşılamaq mənim üçün şərəfdir.
Vüsalə, xoş gəldin. Görsən nə gözəl qonaqlarımız var. Təşəkkür O edirəm. gözəl şərəfli qonaqlardan biri də sənsən. Çox sağ olun. Sabahınız xeyir olsun. Hər kəsi salamlayıram və bütün televiziya qarşısında əyləşən tamaşaçıları salamlayıram. Sabahınız xeyir olsun. Səhər çağınız inşallah ki, xeyirli, uğurlu açılsın. Amma mən bilmirəm bugün verilişi kim aparacaq. Sən. Hər tamaşaçılar, bəlkə səs verməliyək, verilişi kim aparsın? Ya da 5 gün sən aparsan, 2 gün mən. Mən 2 əlli hazıram. Doğrudan biz Vüsalə ilə mənim əzizlərim, belə deyək də, xeyli müddətdir bu proqramı bölüşürük. Bu proqramda hər səhər, hər birimiz günün başqa-başqa vaxtlarında, başqa-başqa günlərdə sizinlə salamlaşırıq, sizə sabahınız xeyir olsun söyləyirik. Vüsalənin çox pərəstişkarları var, çox onu sevənlər var. Belə deyək, Vüsalənin bir üstünlüyü var ki, Vüsalə həm aparıcılıq eləyir, həm də mahnılar oxuyur. Onun üstünlüyü bundadır. Yaxşısan Sən də mı? biraz əziyyət çəksən, oxuya bilərsən. Olar. Mən istəyirəm ki, öz növbəmdə bir aparıcılıq, fason bir şey eləyim. Buyur. İdmançılarımızı salamlayıram. Allah sizə can sağlığı versin. Uğurlar olsun deyirəm sizə. Biz sizinlə fəxr edirik. İnanın ki, ekran qarşısında izləyirik. Adam göz yaşlarını saxlaya bilmir. Çünki çox qürur verici bir uğurdur bu. Açılış çox möhtəşəm idi. Yəni hamımız izlədik. Nə bilim, Allah sizə kömək olsun. Çox sağ olun ki, bax bu cür maşallah vətənimizi təmsil edirsiniz. Sağ olun. Allah sizə can sağlığı versin. Belə deyək, o cür açılışdan sonra, o cür təqdimatdan sonra qızıl medallar mütləq şəkildə olmalı idi. Bilirsiniz, o açılış, o təqdimat, bu ilk Avropa oyunlarıdır və bunu Azərbaycan bu şəkildə təqdim etməyi, bu təkcə Azərbaycanımıza yox, bütün Avropaya, bir qitəyə, bütün dünyaya bir təqdimat idi. Ondan sonra bizim idmançıların səhərsi gündən etibarən qızıl medalları, gümüş, bürünc medalları qazanmaları, bilirsiniz bu nə demək idi? Bu idmançıların həmən açılışa bir töhfəsi idi, bir hədiyyəsi idi. Sənin gözünün qarasına qurban. Mikrofonu götür, zəhmət olmasa. Mən çox istəyərdim ki, biz məşqçilərimizdən danışaq. Çünki hər bir idmanda qələbə, uğur, idmançının o qələbəni əldə etməyi mütləq şəkildə məşqçidən gəlib keçir. Ümumiyyətlə, bildiyiniz kimi biz bu yarışa il yarım idi ki, hazırlaşırdıq. Və şükürlər olsun ki, il yarımın zəhmətimiz yerdə qalmadı. İl yarım məşq elədik ki, 15 dəqiqə ərzində bütün o il yarımlıq əziyyəti meydanda qoyaq. Və şükürlər olsun ki, karate bu yarışdan 4 qızıl medalla ayrıldı. Belə demək olar ki, tarix yazdıq. Məşqçilərə qalanda isə bizim baş məşqçimiz Rəhman Ətamova böyük minnətdarlığımızı bildiririk. Yəni, mən tək öz adımdan demirəm, uşaqların da adından deyəcəm, indi özləri də deyərlər. Amma doğrudan da üzərimizdə böyük əziyyətlər olub, çox əziyyət çəkmişik, həddindən artıq çox əziyyət çəkmişik. Hər birinə minnətdarlıq, Rəşad Hüseynova da minnətdarlıq. Mən şəxsi öz müəllimim Şahin Xudaverdiyevə minnətdarlığımı bildirirəm ki, şəxsi məşqçi. Yəni, müəllim olmasa tələbə heçdir, tələbə də olmasa müəllim. Yəni, bu bir ailədir, həqiqətən belədir. Və mən çox sevinirəm, həqiqətən çox sevinirəm ki, öz payıma deyirəm, yəni çox sevinirəm ki, şəxsən özüm bayrağımızı yüksəldə bildim və himnimizi səsləndirə bildim. Çünki bu çox gözəl hissdir. Sırf sənə görə bütün zalda əyləşən hamı məcbur xarici qarışıq ayağa qalxır bir nəfərə görə və çox sevinirəm ki, buna vadar olum. Belə də olmalı idi, çünki il yarım müddətində bizim idmançılarımız məhsuliyyətlə çalışdılar. Çünki bütün respublikamızda, paytaxtımızda bu tikinti işləri, bu arenaların tikilməsi, Olimpiya sarayının tikilməsi, bunlar hər biri, hətta biz tamaşaçıların belə deyək, Vüsalə, gözümüzün önündə idi. Biz hər dəfə o tikililərin yanından keçəndə, hələ yarım tikililərin yanından keçəndə həyəcanlanırdıq ki, möhtəşəm nəsə bir şey gözlənilir. Bir belə ki, arenalar tikilir, bir belə ki, şəhərdə dəyişiklik var. İndi biz belə həyəcan keçirəndə gör idmançılar necə həyəcan keçirirmişlər. Düzdürmü? Bunun məsuliyyəti birbaşa sizin üzərinizə düşürdü. Hə, bir də Bəli, bəli. Bildiyimiz kimi var, mənim mikrofon var. Bildiyimiz kimi Ayxan qeyd elədi. İl yarım, bəlkə də il yarımdan çoxdur hazırlaşırıq biz bu yarışa. Təlim məşq toplantıları keçirildi, hə sizə? Bəli, çox ciddi təlim məşq toplantıları gedirdi. Rəhman müəllimin rəhbərliyi altında. Bu 2 il müddətində gedir, yoxsa sonda gedir? Seymur Hüseynov müəllim, onlar köməkçi müəllimlərdir, bəli. Bizə çox, necə deyim,
dəstək olurdular, inanırdılar bizə ki, biz Avropa oyunlarının qalibi olacağıq və yaxud Avropa oyunlarında medalsız qalmayacağıq. Müəllimlərimiz həqiqətən çox əziyyət çəkiblər. Elə olurdu ki, əsəblərini cilovlaya bilmirdilər, məşqlər elə olurdu gərgin, elə olurdu, yaxşı olurdu, elə olurdu ki, məşqdə necə deyim? Yeknəsəklik olurdu, hə? Döylə, vurula. Bir gün məşq çox gözəl gedirdi, bir gün məşq elə olurdu, heç gedmirdi. Müəllimlər hissənirdi, ayda necə olacaq, nədir olacaq. Həqiqətən bu hisslər hamısı müəllimlərə çox təsir edir. Müəllimlər hamısı cibində validol gəzdirib, inanıram ki. Bəli, inanın ki, yarış vaxtı elə olurdu ki, Avropa oyunlarını qeyd eləmirəm, amma Avropa oyunlarından qabaq bəzi yarışlarda oldu ki, orada məhz mənə görə Rəhman müəllim ürək dərmanı içdi və Hollandiya yarışındaydı. Birinci döyüşündə orada həqiqətən çox böyük stres yaşandı. Mən axırıncı cərməm vardı, hər dəfə tatami qırağında gedib işləyirdim. O da mənim, çıxsaydım mən qovula bilərdim oradan. Rəhman müəllim hər dəfə qeyd edirdi ki, qabaqda işlə, alınmırdı qabağa getmək. Rəqib məni çox sıxırdı, çünki uduzurdu mənə. Bir addım belə mən ayağım çıxsaydı xətdən, mən kənarlaşdırılacaqdım yarışdan. Ona görə də Rəhman müəllim çox istənmişdi və ona çox təsir eləmişdi. Ürək dərmanı içdi. Müəllimlərimizə minnətdarımı bildirmək istəyirəm. Rəhman müəllimə ki, bizə çox böyük əziyyət çəkiblər. Köməkçisi Rəşad Hüseynova, Seymur Hüseynova minnətdarımı bildirirəm. Karate Federasiyasının prezidentinə Yaşar müəllimə minnətdarımı bildirmək istəyirəm. Vitse-prezidenti İlham Qasımzadəyə minnətdarımı bildirmək istəyirəm və məşq yoldaşlarıma minnətdarımı bildirmək istəyirəm. Ona görə ki, hamımız bir yerdə əziyyət çəkmişik. Necə deyim? Bir-birimizə dəstək olmuşuq, inanmışıq bir-birimizə. Birimizin məşqi pis gedəndə o birimiz onun yanında olmuşuq, narahat olma, hər şey yaxşı olacaq. Ən çox məndə olurdu o istər ki, yəni mən onlara baxanda rezultatlı idmançı deyiləm, yəni necə deyim sizə. Mən Avropa Dünya Çempionlarının sırasında deyiləm, bəli, Ayxan Mamayevdir. Onda sənin ilk uğurumdur? Bəli, bu mənim çox, necə deyim, ilk böyük uğurumdur, bəli. Rafael kimi idmançı ilə bir zalda məşq eləyirəm, bir para dururam, o mənim üçün həqiqətən böyük bir şərəfdir. Məşq yoldaşlarım hamısı Avropa Dünya Çempionlarıdır. Artıq sən də o sıradasan. Şükürlər olsun ki, mən onların sırasına bir tərəfdən qatıla bildim. İnşallah belə də olacaq. Belə deyək, hörmətli tamaşaçılarımız, bu növbəti bir yarışdır. Hər bir idmançı üçün, özünə karyera quran idmançılarımız üçün növbəti ilk Avropa oyunları onların həyatında növbəti bir yarışdır. Amma hələ irəlidə çoxlu yarışlar var, çoxlu uğurları var və onların hər birinin gələcək uğurları da bizim uğurumuzdur. Azərbaycanımızın uğurudur. Belə əzizlərim, biz bu barədə söhbətimizi davam etdirəcəyik. Lider televiziyasını izləyən hər bir tamaşaçı ekranlara yaxın əyləşsin. 2 saat müddətində siz bizim əsl mükafatçılarımızı yaxından görəcəksiniz, tanıyacaqsınız. Hal-hazırda isə reklamların tam zamanıdır. Keçid alırıq reklamlara. Bizim növbəti qonaqlarımız gəlib, xoş gəlib, səfa gətiriblər. Bizim qızıl medalçımızın növbəti biri gəlib, Rafael Ağayev gəlib, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Yaşar müəllim bu səhər bizim studiyamızdadır. Yaşar müəllim Milli Karate Federasiyasının prezidentidir. Xoş gəlmişsiniz Yaşar müəllim. Sabahınızı. Yaşar müəllim gözləri gülür, üzü gülür. Və mən növbəti qonaqlarımızı təqdim etmək istəyirəm. Fəridə xanım Bəşirovanı təqdim edək. Fəridə xanım karate idman yarışı mütəxəssisidir və Dmitri Cigenyov. Düzmü dedim? Dimitri də idman yarışları üzrə menecerdir. Söhbətimiz davam edəcək mənim əzizlərim. Hər biriniz bir daha deyirəm, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Amma elə Rafael, bax sizin bu məqamda gəlişiniz münasibəti ilə Visalədən bir mahnı istəyirik. Mahnı birbaşa sizin olur. Buyur Visalə. Sevgimin gözüne tuş gelmişsen sen,
toruyla tutaram seni. Kuş olsan elimden uça bilmersen, bir demir qəfəsə ataram seni. Ne kadar sevgim var kaça bilmersen, məhəbbət toruyla tutaram seni. Toruyla tutaram seni. Kuş olsan elimden uça bilmersen, bir demir qəfəsə ataram seni. Ne kadar sevgim var kaça bilmersen, məhəbbət toruyla tutaram seni. Toruyla kuş olsan elinden uça bilmersen, bir demir qəfəsə ataram seni. Ne kadar sevgim var kaça bilmersen, məhəbbət toruyla tutaram seni. Teşekkür, teşekkür. Deməli, Yaşar mənim, Azərbaycana kim ayağını qoyursa, elə həmin məqama olur Azərbaycan. Gördünüz Dima necə gözəl oynadı. Sağ ol Dima. Sağ ol. Sağ ol Dima. Sağ ol. Sağ ol. Sağ ol. Allah, xoş gəlmişsiniz hər biriniz. Rafael, xoş gəldin. Çox sağ olun. Qardaş, necəsən? Yaxşıyam, əladır. Çempion, necəsən? Hər şey yaxşıdır. Atmosfer də maşallahdır. Səhər tezdən, hər şey yaxşıdır. Sağ olun. Yaxşıdır. Şükür, şükür olsun. Yaşar mənim, siz necəsiniz? Mən də yaxşıyam. Çox sevinirəm ki, bu cür günlər var. Çox sevinirəm ki, ilk Avropa oyunlarda məhz biz qatılaraq, birinci gündən qatılaraq həm birinci medalı əldə etdik, həm birinci qızıl medalı Firdovsu gətirdi bizə. Onun ardınca davamlı oldu, yəni 4 qızıl medal. Sözün açığı, biz də bunu özümüz gözləmirdik, bu səviyyədə çıxış olacaq. Ancaq çox sevindirici haldır ki, biz birinci qatılaraq yarışlara, Avropa oyunlarına 4 qızıl medal gətirdik vətənə. 4 dəfə günümüz səsləndi. 2 gündə yana 13-14-də bizim yarışlar idi. İndi də yəni ki, bütün kanallar demək olar ki, maraqlanır, bütün dövlətə, yəni bütün Azərbaycana çatdırırlar ki, bizim sevincimizlə bölüşürlər. Eləcə də azərkeşlər bu yarış vaxtı da bizə qatıldılar, bizə dirək oldular, dostlar, kömək oldular. Bütün dünya gördü ki, nə cür bizdə idman səviyyəsi nə səviyyədədir. Karate səviyyəsini artıq bilirlər, artıq bütün dünya bilir ki, Azərbaycan idman dövləti kimi tanınıb və yer gəlmişkən burada təşkilat komitəsinin üzvləri də iştirak edir və mən deyərdim ki, onlar sağ olsunlar ki, bu səviyyədə yarışı təşkil etdilər və bildiyiniz kimi təşkilat komitəsinin sədri dövlətimizin birinci xanım Mehriban xanım Əliyeva dahası ki, çox yüksək səviyyədə bu hazırlıq işlərini gördülər. Təbii ki, hər bir yarış təşkilatdan asılıdır, təşkilat görülən işlərdən asılıdır, nə səviyyədə o çatdırılacaq. Çünki yarış nə qədər yüksək səviyyədə təşkil olunursa, o qədər yüksək səviyyədə bu yarışlar keçir.
Ona görə də mən istərdim onlara öz minnətdarımı bildirim. Çox böyük əməkləri var, çox böyük. Bizimlə bərabər biz bir yerdə komanda şəklində gözəl yarış keçdi. Bunun da mənə gəlir ki, bir neçə gün bundan öncə hər bir kəs seyr etdi və bizi demək olar ki, həmişə dəstək olublar. Bu dəstəyin də gördüyünüz bugünkü gün çempionlar məhz o insanların onun nəticəsidir. Nəticəsində əldə edilən medallardır. Bugün buradakı Maşallah olsun, ardı bol olsun. Ardı bol olsun. Yəni bununla yekunlaşmasın. Bütün bu təşkilatı işlər barəsində hörmətli tamaşaçılarımız belə deyək. Avropanın bütün qəzetləri, jurnalları, bütün televiziya kanalları yayımladı, söylədi. Yəni bu ilk dəfə Azərbaycanda keçirilirdi. İlk dəfə olduğuna görə də bu artıq bu yarışların təməl nöqtəsi idi. Tarixdir, bəli. İndən sonra hansı ölkə bu yarışları öz üzərinə götürüb keçirdəcəksə, mütləq şəkildə ilk dəfə necə oldu? Necə təşkil elədilər? Təşkilat komitəsi necə işlədi? Kimlər çalışdılar orada? Bax, həmən insanları, mənə elə gəlir ki, artıq onları dəvət eləyəcəklər ki, gəlin bizim ölkəyə. O ilk dəfə necə keçirilirsə. Soçidə də olub. Məsəl üçün, bax, Dimitri kimi işçiləri dəvət eləyəcəklər ki, onlardan öyrənsinlər. Dimitri, давайте поговорим об организации. Как произошло? Да, ну, мы с Фаридой предоставляем организационную сторону мероприятия, организационную сторону турнира. На конкретно этот турнир мы работали чуть больше года. Bir ildən artıq çalışıblar bununla bağlı. Davam elə. Я думаю, более мы смогли осуществить все наши планы, которые мы задумывали. Все, что мы хотели, стадион выглядел изумительно. Nə ürəklərindən keçibsə, hər birini yerinə yetirə biliblər. Да, могу сказать, наша клиентская группа, основная клиентская группа — это спортсмены. И было очень приятно видеть, когда в первый раз все спортсмены пришли в зал, чтобы ознакомиться просто с залом, насколько у них горели глаза, насколько им хотелось выступать. İlk dəfə idmançılar zala gələndə, zalı görəndə, o möhtəşəmliyi görəndə onların gözləri parlayırmış. Потому что это особенное чувство. И я могу привести пример, когда, знаете, когда ставят рекорды, да, или бьют рекорды. Многие люди видят только, ну, вот, там, упорные тренировки атлета, да, или там, что он там готовился очень много. Но в действительности любая победа, любая золотая медаль, любой рекорд — это еще огромная работа той команды, организаторов, которые работают. Sözsüz, son anda idmançıların gözündəki o qızıl medalları, gümüş, bürünc medalları qazananda o fərəh hissini ki, görürsünüz, əslində buna gedən yol böyük, çətin bir yoldur. Həm də burada təşkilatı işlər önəmli rol oynayır. Davam elə. Поэтому, когда я смотрю на золотую медаль, я понимаю, что спортсмен вовремя встал, он хорошо покушал, его привезли на транспорте вовремя, он вышел в правильное время. Волонтер, который вводил, улыбался, пожелал ему удачи. И потом все это получилось, золотую медаль, и атлет уже не может сдержать слез на пьедестале. То есть это все сливается в одну большую победу. İdmançı əgər səhər yaxşı gümrah yuxudan oyanıbsa, yaxşı qəlyanaltı edibsə, onu gətirən, belə deyək, avtobusun özünü sürücülər belə, işçilər belə onu gülər üzlə qarşılayıblarsa, deməli o son məqama yetişənə dək, o medalları alana dək, yarışa hazır olana dək, belə deyək də ruh yüksəkliyini yaradıblar və bu da sözsüz ki, təşkilatı işçilərin boynuna düşən bir məsuliyyətdir. Продолжай. Ну, если вкратце, то это было так. А вообще, я считаю то, что федерация национальная, если говорить конкретно о команде Азербайджана, да, то это, ну, это просто сумасшествие, да. Столько медалей, это никто не мог поверить. То есть мы ждали побед, но в таком количестве столько медалей. Ну, потому что конкуренция очень высокая. То есть сюда же привезли не просто атлетов там посоревноваться. Тут приехали сильнейшие. И если можно было пальцем ткнуть в любого из 8 в категории, любой мог быть золотым медалистом. То есть очень много факторов, которые должны сойтись. Və hər kəs bilirdi ki, yəni Dimitri bizim hər birimizin bildiyini deyir, hörmətli tamaşaçılarımız ki, bura gələn idmançılar hər biri adlı sanlı idmançılar idi. Dəfələrlə Avropa çempionatlarında, dünya çempionatlarında iştirak edən idmançılar idi və belə deyək də bu ağlasılmaz bir uğur idi ki, belə güclü idmançıların arasında bizim Azərbaycan idmançıları 4 qızıl medalı əldə eləsinlər. Ну, я по секрету скажу, у нас есть
был куратор от Европейской Федерации карате, который постоянно проезжал и смотрел у нас, насколько у нас идет хорошая подготовка к мероприятию, все ли мы успеваем, все ли идет гладко, что, если есть какие-то вопросы, помогал нам. И однажды у нас была встреча вместе с Ишаром, президентом Федерации, и Ишар вышел, что-то вот там на 2 минуты вышел из комнаты. И куратор из Испании, он говорит, вот я, говорит, сейчас тебе скажу, мы говорили немножко про Азербайджан. Он говорит, я сейчас тебе скажу только тебе, говорит, потому что пока Ишар не здесь, чтобы, ну, как-то неправильно будет этому говорить. Он говорит, я считаю, что команда Азербайджана на сегодня сильнейшая в мире. И мужская сильнейшая в мире 100%, это вообще не обсуждается. Я когда это услышал, я, правда, потом сказал это Ишару, спустя там какое-то время. Вот. Ну, то есть, действительно, это так считаем не мы. Вы видите это на лицо, вот они, эти медали, вот эти ребята, которые сделали вам праздник. Вот, всем нам, всему Азербайджану. Вот, это действительно так, то есть человек нисколько не ошибался. Dimitri söyləyir ki, hörmətli tamaşaçılarımız, bu təşkilat məsələlərinin fonunda xaricdən siz də hər biriniz bilirsiniz ki, hələ yarışlar öncəsi də mütəxəssislər Azərbaycana gəlirdi və bir kurator İspaniyadan gəlibmiş Azərbaycana. Birlikdə söhbət əsnasında Yaşar müəllim 2 dəqiqə aralanıb onlardan və o, belə deyək də, bir sirri açıb. Yəqin ki, o gördüklərinin təsirindən bu sirri açıb və Dimitriyə söyləyib ki, mən bunu sənə deyirəm, Dimitri, Yaşar müəllimə deməyəsən, Azərbaycanın komandasını ki, mən belə görürəm, Azərbaycanın komandası deyəsən dünyada yeganə ən güclü komandadır. Çox gözəl Dimitri, təşəkkür eləyirik, davam eləyəcəyik. Mən bu arada Rafaelin, belə deyək, təəssüratlarını istəyirəm bizimlə bölüşsün. Bilirəm, yarışdan sonra Rafael səninlə çox müsahibələr alıblar, jurnalistlər sənə çox suallar veriblər. Bezməmsən ki, hələ bu suallardan? Populyarlığın zirvəsindəsən, bilirəm. Yox, əstağfurullah, bu bezmək deyil, əlbəttə ki, fəxrdir və sevinç hissidir. Tək ki, biz əziyyət çəkək, Azərbaycan bayrağını qaldıraq, himimizi səsləndirək, bizi jurnalistlər, yəni ki, narahat eləmirlər, zəng eləsinlər, fərq etməz, çəkilişlər olsun, biz də şad olaq. Bu təəssürat mənim üçün çox gözəl təəssüratdır. Hər bir idmançının arzusudur ki, öz vətənində, öz bayrağının himini səsləndirmək və Avropa oyunları Azərbaycanda olduğu üçün doğrudan da bütün idmançılar sevinir. Əsasən də biz özümüz üçün ki, biz bir ailəyik, karate ailəsiyik. Necə deyərlər, bu yarışa biz doğrudan da çox möhtəşəm hazırlaşmışdıq. Biz hər bir yarışa çox güclü hazırlaşırıq. Sadəcə olaraq üstümüzə böyük məsuliyyət düşdüyünə görə məşqlərimizi birə beş eləyirdik ki, himimizi səsləndirək və bütün Azərbaycan xalqını sevindirək. Çünki həmişə hər bir verilişdə qeyd edirəm ki, mənim və yaxud İrinanın və yaxud qeyri-məşq yoldaşlarımın qələbəsi tək bizim qələbəmiz deyil. Bu, ümumiyyətlə, həqiqətən Azərbaycan vətəndaşlarının, ümumiyyətlə, Azərbaycan dövlətinin qələbəsidir, ölkəsinin. Düzdür, düzdür. Bu, Azərbaycanımızın qələbəsidir. Hal-hazırda isə reklamlarım zamanıdır.
varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bildiğin varsa söyle. Vazgeçtim savaşmaktan, gücüm yok artık sil baştan. Aşka zaman yokmuş aşktan, bir bildiğin varsa söyle. Teşekkür, teşekkür. Minnətdaram. İdmançıları belə gözəl ruh yüksəkliyi ilə görəndə adam necə sevinir. Hər biriniz siz belə deyək, o medalları qazansaz da, qazanmasaz da idmandasınız, Azərbaycan idmanındasınız və Azərbaycanın gəncliyisiniz. Azərbaycanın gəncliyi bugün belə ruh yüksəkliyi ilə sabahını açırsa əziz tamaşaçılarımız, bu ilə Azərbaycanımızın gözəl gələcəyi deməkdir. Hər biri belə olsun. Hər biri yarışlarda ən yüksək pillələrdə olsun və Azərbaycanımızın adına olsun. Təkcə idmançılar deyil, bizim sənət adamları da hər zaman Azərbaycan adına müəyyən işlər görürlər. Belə deyək, biz jurnalistlər əgər burada onların belə deyək, bu uğurlarının təbliğatçısıyıqsa, onlar bu uğurları etməsələr biz nəyi təbliğ edərik? Əslində siz bizim belə deyək, xam malmısınız. Və bu yaxınlarda misalə, siz də elə Pekində səfərdə oldunuz. Pekin səfərinizdə də o simfonik orkestrlə mən buradan salamlamaq istəyirəm. Bizim adlı sanlı dirijorumuzu, Yalçın müəllimi salamlamaq istəyirəm. Möhtəşəm bir konsert oldu. Mənsum müəllimlə birgə Elçin, Elnur. Möhtəşəm bir kampaniya ilə getmişsiniz. May ayının 28-də biz Respublika günü həsr olunmuş Pekində konsert oldu. Mən tək ifa elədim, tək çıxışım oldu və Respublikamızın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov və nağarada Siyavuş Kərimov müşayiət etdilər məni. Amma 31-də isə, mayın 31-də isə Pekində görüş oldu. Konsertin adı belə idi. Respublikamızın xalq artisti Yalçın Adgözəlovun rəhbərliyi ilə Pekin Simfonik Orkestrlə konsert verdik. Mən orada Niyazinin işləməsində Qaragiləni ifa etdim və Mənsum müəllimin də çıxışları oldu. Elçin müəllimin, Elnur müəllimin çıxışları oldu. Amma vətənimizdə keçirilən ilk Avropa oyunları ilə əlaqədar olaraq inşallah ki, bütün tamaşaçılarımızı və sizləri zamanınız varsa əgər sabah Heydər Əliyev adına sarayda Mənsum İbrahimovun layihəsi olan Gəncləşən Muğam adlı konsertimiz olacaq və mən orada sabah inşallah xalq mahnımız Sarı Gəlini ifa edəcəm. Allah qoysa və hər kəsi inşallah ki, sabah orada gözləyirik. Çox möhtəşəm bir Mənsum müəllimin Gəncləşən Muğam layihəsidir. Hər il olur, bilirsiniz 2-3 ildən bir olur. Bu il isə sırf Avropa oyunlarına yəni həsr eləmişik, həsr olunub. İnşallah ki, sabah biz də inşallah uğurla yəni çıxış eləyəcəyik. İnşallah biz də orada iştirak eləyəcəyik. Bəri başdan təbrik eləyirik. Həm sizi, həm Mənsum müəllimi, həm Mənsum müəllim hər il belə deyək, muğam sahəsində uğur qazanan bizim Azərbaycan gənclərini ətrafına toplayır və bu Gəncləşən Muğam artıq neçə illərdir davam eləyən bir layihədir. Belə də olsun, o sahədə də, muğam sahəsində də uğur qazanan gənclərimiz bizim Azərbaycanımızın fəxirləridir. Gələk mi yenə təşkilatçılıq işləri ilə bağlı danışaq mı? Buyurun.
Buyurun, mikrofonunuz var sizin. Biz hədiyyə eləmişik səhər-səhər siz olun. Sağ olun. Ümumiyyətlə, bütün bu proses əvvəlcədən, mən 6 aydır artıq işləyirəm Təşkilat Komitəsində. Bəli, Dmitri Çiginyovla birlikdə və əvvəla olaraq çox sağ olun ki, bizi bura dəvət etdiniz və bu böyük bir bizim üçün nailiyyətdir ki, hal-hazırda Azərbaycana, bütün dünya Azərbaycana baxır, bütün dünyanın gözü Azərbaycandadır və bunun üçün biz gecələr, gündüzlər hazırlaşdıq, çalışdıq ki, Azərbaycanı gözəl təmsil edək, gözəl təşkilatçılıq quraq və buna nail olduq. Biz karate komandası olaraq çalışdıq ki, karateni gözəl təmsil edək və gələcəkdə karate olimpiya oyunlarına daxil olsun və buna lisenziya qazansın. Və bizim karatedə birinci gün 13 iyun Thomas Bach gəlmişdir, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və bu bizim üçün böyük bir qürur hissidir ki, o bizdə gəldi, bizim yarışda iştirak etdi və bizi gördü ki, necə hər şey təşkil olunub, çox bəyəndi bunu və bu bizim üçün gələcəkdə karatenin daha da tanınmasına, daha da irəli getməsinə bizə bir stimul olacaq, təkan olacaq. Və əvvəla olaraq onu da demək istəyirəm ki, karatedə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, onun çox böyük bir köməyi olub ki, Azərbaycanda karate belə tanınır, sevilir və əlbəttə ki, bizim birinci xanımımız Mehriban Əliyeva, əlbəttə ki, bizim möhtərəm prezidentimiz İlham Əliyev və cənab Azad Rəhimov, onların böyük bir köməyi olub bunların hamısında, onların dəstəyi ilə və məncə bizim bütün bu yuxusuz gecələrimiz, hamısı ödəndi bu 2 gün içində və təbəssümlə bizim idmançılar yarışı tərk etdilər. Hamı bizim yarışdan danışdı. Çox sağ olun. Sizin uğurlarınızdır bu. Sizin uğurlardır. Əgər il yarım müddətində bir təşkilat komitəsi nə qədər insan bu işlə məşğul olubsa, siz təsəvvür edin ki, hələ biz könüllülərdən danışmırıq, 12.500 könüllü vardı, düzdürmü? Azərbaycan gəncliyi özünü fəda eləmişdi, o zəhmətini, o əziyyətini ki, bütün hər bir insanın bir amalı vardı ki, bu yaxşı alınsın. Çünki biz belə deyək, Azərbaycan olaraq Avropanı əgər qonaq etmişiksə, Avropa bizim hansı səviyyədə onların qarşısına çıxmaq bacarığına malik olduğumuzu görməliydi və bunu da gördü. Çünki Avropanın bütün televiziya kanalları Azərbaycanda olan bu ilk Avropa oyunlarının təşkilat işi haqqında ayrıca bir mövzudur. Bunu ayrıca işləyib danışırlar. Mənə bir sizlə maraqlıdır, Rafael. Dəfələrlə siz yarışlarda olmusunuz, xarici dövlətlərdə olmusunuz. Sizin bir ləqəbiniz də var, Qara Brilyant deyirlər. Biz bundan fəxr edirik. Siz bizim proqramımızda olmadığınız vaxtlarda belə mən hər zaman sizin adınızı çəkmişəm və Azərbaycan gəncliyini, bugün idmana həvəsi olan Azərbaycan gəncliyini sizi belə deyək, nümunə gətirirəm olaraq ki, siz də Rafael kimi olun ki, Azərbaycan bayrağını yüksəklərə qaldırasınız. Azərbaycanda, bax, öz doğma evində biri var oynayasan, yarışasan, bir də var başqa yerdə. Bunun yəqin ki, fərqi var. Əlbəttə ki, bunun çox böyük fərqi var. Baxmayaraq ki, mən artıq professional idmandayam, 23 ildir ki, karate ilə məşğulam. Mən onu demək istəyirdim ki, düzdür, beynəlxalq turnirdə Azərbaycanda, Bakıda vuruşmuşuq. Amma bu mənim üçün çox bir, necə deyərdim, həm bayram sevinci idi. Çünki Azərbaycanda ilk dəfə keçirilməsi və çox çətin oldu bu yarış mənim üçün. Sözün əsl mənasında bir idmançının ola bilər formada olmadığı vaxt yarışa vuruşursa, insan, idmançı onunla razılaşır. Amma mən heç bununla razılaşa bilmirdim. Çünki mən bir il döşəkdən, yəni tatamidə, qıraqda qalmışdım 2014-cü ildə. Amma özümü toparladım. Həkimlər, ilk növbədə Allahım, sonra həkimlər çox sağ olsun ki, mənə ayaq üstə qoydular. Bəli, ayağımdan 3 dəfə əməliyyat olmuşdum və ona baxmayaraq 6 ay ciddi çox
güclü məşqlər getdik. Bir gündə 2 dəfə, bir gündə 3 dəfə, bir gündə bir dəfə məşqlərimiz davam elədi. Doğrudan da nəinki mən ümumiyyətlə Azərbaycanda karate yığma komandası, bunu hamı bilir. Hamı bilir ki, çox gözəl bir uşaqların hamısı formadaydı. Yəni müəllimlərimiz və qeyri qardaşlar danışanda deyir ki, biz heç gözləmirdik 4 medal, qızıl medal, amma mən gözləyirdim. Mən artıq 5 medal gözləyirdim. Təəssüflər olsun ki, bizim komandanın kapitanı Şahin Atamov bu yarışda məğlub oldu, amma biz onu çempion sayırıq, biz onu öz aramızda görürük və görəcəyik də. Çünki biz bir ailəyik, güc birlikdə olmalıdır. Çox çətin olsa da, amma hədəfimiz bir dənə idi ki, Avropa oyunlarının qalibi olaq və tarix yazaq. Həmişə biz çəkiliş olanda bizə öyrədirlər ki, bunu deyin ki, tarix yazırıq. Artıq biz bunu onlardan, yəni ki, onlardan almayacaq, özümüz tarix yazdıq və bu ölənə qədər də belə olacaq. Mən çox şadam və mən fürsətdən istifadə edeyim. Bu yerə gəlməyimizdə, yəni biz öz başına gəlib Avropa, dünya və Avropa oyunlarının qalibi olmamışıq. İlk növbədə bütün valideynlərə çox sağ ol deyirəm. Öz valideynim başda olmaqla baş əyirəm, əllərimdən öpürəm. Və ikinci ailə saydığım müəllimlərimə doğrudan da Füzuli Musayevə çox sağ ol demək istəyirəm. Ülvi Quliyevə çox sağ ol demək istəyirəm. Sözsüz ki, həqiqətən də bizlə çox böyük əziyyəti olub. Yaşar Bəşirova çox sağ ol demək istəyirəm və bizim 2008-ci ildə baş məşqçimiz Rəhman Hətamov baş məşqçimizə çox sağ ol demək istəyirəm və ən axırıncı yəni ki, demək istəyirəm, yəni ki, həqiqətən də mənim ilk addımlarımdan əlimdən tutub Sumqayıt şəhərində Rafael Məmmədova öz təşəkkürümü bildirirəm ki, məni düz yola gətirib. İlk müəllim. Sağ olsunlar. Hamısına təşəkkür edirəm. İlk müəllim doğrudan da unudulmazdır. Bütün müəllimlərimizin qarşısında baş əyirik. Belə deyək, bu insanlar ki, şəxsən bir idmançı ilə məşğul olurlar, artıq onlar o müəllim titulundan çıxır. Bu artıq onların ustadıdır. Artıq o yolu gedirlər və bilirəm ki, Yaşar müəllim, sizin yolunuzu gedən idmançılar var. Sizin adınızı hər zaman fəxrlə çəkiblər. Bax, dünən də sizin idmançılarınız bizim proqramdaydı. Hətta məşqçilər özləri, hakimlər belə özləri sizin adınızı o qədər vüqarla, o qədər fəxrlə çəkiblər. Kənardan izləyən bir insan olaraq, yəni mən yenə sizin federasiyasını belə kənardan izləyik də, biz sizin federasiyanın içərisində deyilik. Amma kənardan izləyən kimi görürsən ki, sizin federasiyada qəribə bir birlik var. Qəribə bir-birini bir tutmaq, bir-birinin sözünü qüvvət etmək. Mənə elə gəlir, uğurlar da bunun üçün olub. Ümumiyyətlə, bu bir günün işi deyil. Deyərdim ki, biz komanda şəklində ilk öncə başlayanda 70-ci illərin axırında ilə başlamışıq karatəyə. Mən 78-ci ildən karatədəyəm. Və burada mən deyərdim ki, karatədə biz komanda şəklində bir yerdə iştirak etdik. Bu, bizim bugünkü çempionların müəllimləri ilə, yəni ki, Ülvi müəllim, Füzuli müəllim, Əhməd müəllim, Rəhman müəllimin qardaşı. Biz hamımız bir yerdə komanda şəklində İlk öncə çıxış etmişik, fundament yaratmışıq, bu məktəbi yaratmışıq. Məktəb sizindir. Bəli, bizim birgə məktəbimiz, bircə mənim deyil. Yəni ki, bircə tək əldən səs çıxmaz. Yəni biz bir yerdə məktəb karate, Milli Karate Federasiyası, eşq olsun Milli Karate Federasiyamıza davam eləyəcək. Hal-hazırda əzizlərim, Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərdən xəbər tutmaq üçün sizinlə bərabər ayrılırıq Səda İnformasiya xidmətinə. İzləyək xəbərlərimizi.
Bir daha sabahınız xeyirlərə açılsın, hörmətli tamaşaçılarımız. Bugün inanın ki, bizim studiyamızda bir belə deyək şənlik var, bir əhval-ruhiyyəmiz yüksəkdir. Bilirəm ki, bizi izləyən daimi tamaşaçılarımızın da əhval-ruhiyyəsi bizə baxıb yüksək olur. Necə yüksək olmasın əhval-ruhiyyəmiz ki, bizim fəxrlərimiz, bizim vüqarlarımız Azərbaycan idman tarixinə öz adlarını, qoy elə belə deyim, o qızıl medallarla, qızıl hərflərlə yazan Firdovsi buradadır, Ayxan buradadır, İrina buradadır, Rafael buradadır və ən əsası onları bu yola aparan Yaşar müəllim buradadır. Yaşar müəllim, yenə istəyirəm qaydaq biz sizin federasiya haqqında danışaq. Milli Karate Federasiyası, oradakı o birlik, oradakı əzm. Mən nə deyirəm, hamısı Dima başa düşür. Artıq uzun müddət Azərbaycandadır. Düz deyirəm, Dima başa düşürsənmi? Best love. Ümumiyyətlə, mən biraz tarixə qayıtdım. Bayaq qeyd etdim ki, biz ilk öncə 70-ci illərdən başlayan, sonra 90-cı illərdə bir müddət karate bağlı oldu. Hətta qadağalar da var idi, hə? Qadağalar oldu, 89-cu ildə təzdən açıldı. 90-cı illərdən başlayaraq yenidən inkişaf başladı. Yəni biz bir yerdə komanda şəkildə artıq öz dövlətimizi təmsil edirik. Əvvəlcə bilirsiniz, Sovet dövləti idi. Biz Sovet dövlətində başladıq, SSR-də. Sonra müstəqil bir dövlət kimi Azərbaycan olandan biz komanda şəklində deyərdim, Ülvi müəllim, Füzuli müəllim, Əhməd müəllim, Rəhman müəllim ki, bu baş məşqçidir. Bir yerdə Azərbaycanı təmsil edirdik və təbii ki, yüksək səviyyədə çalışırdıq, təmsil edək. Mən özüm 92-ci ilk birinci Avropa çempionu kimi yəni vətənə döndüm və 94-cü ildən artıq bizim bu federasiya, gördüyünüz federasiyada başçılıq edirəm. Amma mən bir daha qeyd etmək istərdim ki, bu uşaqlar kasısı ki var, hərəsə bir klubdan, bizdə 50-yə yaxın klub var və ən güclü klublardan biri olan, yəni təbii ki, bu elə Rafael özü olan klubdur, hansı ki, Füzuli müəllim Musayev başçılıq edir. Eləcə də ayrı klublarımız var. Bizim öz birinci klublardan biri Qaraqaplan klubudur. Yaxın çox adamlar, işte orada Ayxangildir, tutaq ki, belə Asimandır, Şahindir, İlahədir, o klubdandır. Sonra Çempion klubu yerin yarılan Rəhman müəllimdir. Sonra orada da bizim nümayəndələr var burada. İrinadır, Firdovsidir. Yəni hamısı rəqabət olmayan yerdə inkişaf olmaz. Yəni bir də komanda şəklində iştirak eləməyən komanda, birlik olmayanda heç vaxt nəticə də olmaz. Bu birliyi yaradan mən bizcə görürəm, düzdür, mən başçılıq edirəm bu birliyə. Amma əsas... Amma yaxşı başçılıq edirsiniz, ha. Çox sağ olun. Mən deyirəm, ona görə biz birlik gərək yaradaq. Gərək elə olsun ki, hər bir idmançıya şərait yaradsın, hər bir məşqçiyə şərait yaransın ki, biz birgə olaraq nəticələri göstərək və nəticə də göz qabağındadır. Artıq biz 188 dövlət arasında favoritik. Bizim bir nömrəli idmançımız var, Rafael kimi, hansı ki, dünyada reyting üzrə ondan yüksəyi yoxdur. Bu barədə mən demirəm, bu barədə bütün dünya deyir. Antoni Espinoz, Ümumdünya Karate Federasiyasının prezidenti, bura 4-cü gəlişi idi və bundan öncə o cənab prezidentlə 2 dəfə görüşmüş, bu 3-cü görüşü idi. O şəxsən o bu barədə dedi, şəxsən idmançılarımızı qeyd etdi, federasiyamızı qeyd etdi. Bu böyük uğurdur. Bir də mən sizə deyim, dünən Dubaydan mənə Özbəkistan Federasiyasının prezidenti zəng vurdu. Dedi ki, Antoni Espinoz sizdən deyir bir 10 dəqiqə söylədi. Thomas Bach özü iştirak etdi bizim yarışlarda. Bu böyük nailiyyətli gələcəkdə olimpiyadaya girmək üçün və şəxsən mən öz minnətdarımı bildirmək istədim. Milli Olimpiya Komitəsinin prezidenti, bugünkü dövlətimizin prezidenti cənab İlham Əliyevə ki, o bizə bu cür şəraiti yaradır. Həmişə karatenin məhz o elə elədi ki, karate bu 20 idman növlərindən biri kimi salındı bu ilk Avropa oyunlarına və təbii ki, biz orada onun elədiyi hərəkətə qarşı öz hərəkətimizi, öz əməlimizi göstərməliydik və bir moment da var, orada biz hələm il yarım bundan öncə cənab prezident bizimlə görüşdə İslam oyunlarının biz qalibi olduq. Həmin uşaqlar Ayxanla Rafael çempion oldu, komandamız çempion oldu və orada cənab İlham Əliyev bizə dedi ki, qızıl medal Avropa oyunlarında verə biləcəksiniz. Biz dedik ki, mütləq verəcəyik. 2 nəfə söz vermişsiniz. Prezidentə verilən söz tutulmalıdır. Biz də ona görə məsuliyyət çox böyük idi. Doğma Bakıda gimnimi səsləndirmək, öz Azərbaycanlıları sevindirmək, bundan böyük
Mənə elə gəlir ki, şərəf bizi duyğu üçün yoxdur. şərəf duyğu yoxdur. Mənə elə gəlir ki, bütün Azərbaycan ictimaiyyətinin, belə deyək, başda prezidentimiz olmaqla hər bir kəsin sevinci bir yana, amma bu övladların, analarının, atalarının sevinci yerə göyə sığmazdır. Hər birinizin valideynə can sağlığı diləyirəm. Sağ olsun belə analar, sağ olsun belə Azərbaycan xanımları ki, bax belə igid oğullar yetiriblər. İdman özü başdan ayağa bir əxlaqdır. İdman özü tərbiyədir. İdman özü bir cəmiyyətin gözüdür, aynasıdır. Bax, bugün Azərbaycan cəmiyyətinin aynası onlardır. Gör, necə gözəl görünürlər. Deyin, görüm, aranızda subay var. Tez qeyd edin də. Burada hamısı subaydır. Vüsalə, bax, sənət adamları haqqında hər zaman çoxlu söz-söhbət gəzir ki, onların ümumiyyətlə şəxsi həyatları, düzdür, bizim proqramda səhər çağında bu barədə söhbətlər olmur, əziz tamaşaçılar. Amma bilirəm ki, hal-hazırda bizi izləyənlər bilmək istəyirlər ki, görsünlər subaydılar, yoxsa subaydılar. Bəh, telefonlarınız dayanmaz, susmaz. Firdovsi də gecə-gündüz maşallah. Firdovsi, telefon dayanmaz, susmaz. Firdovsi ilk qızıl medalı verdi. İlk Avropa oyunlarının ilk qızıl medalını. Mənə elə gəlir ki, uşaq oldu. Özdən ilk medal vermək deyil bircə. Elə prezident daxil olanda zala bu, yəni ki, qızıl medal oldu və şəxsən cənab prezident boynundan Firdovsi. O doğrudan da böyük şərəfdir. Bilirsiniz, prezidentin yanında olmaq, onunla təmasda olmaq, gərək elə bir hansısa bir məsələyə imza atasan ki, prezident sənin əlini sıxar. Bu hər kəsə nəsib olmur, düzdürmü? Gərək Azərbaycan adına nəsə edəsən ki, prezident sənin əlini sıxsın. Böyük şərəfli iş görmüsünüz siz. Prezident şəxsən sizi təbrik eləyib və bu da tarixə düşüb. İllər sonra bu birinci Avropa oyunları haqqında kitablar yazılacaq, məqalələr yazılacaq və bu məqamlar hər biri orada qeyd olunacaq. Heç kim dəyişə bilməz, hər şey çıxıb gedəcək. Amma bu qalacaq. Maşınlar, evlər, yəni. Amma bu tarixdir, bu tarixə yazılacaq. Sən gələcəkdə evlənəcəksin, uşaqlar olacaq, nəvələr olacaq. Nəvələrin uşaqları olacaq. Yəni bu tarixdən pozmaq olmur bunu. Ən böyük odur ki, Azərbaycanın ilk Avropa oyunları keçirildi. İlk Avropa oyunlarının ilk qızıl medalı Firdovsda. Yəni bu böyük işdir. Eləcə də bizim burada oturan uşaqlar hamısı tarixdir, mən deyərdim. Çünki onlar öz xəttini qoyublar, öz yolları var. Özü də qızıl hərflərlə. Bəli. Rafael, biz bir yerə gedirik. Hər bir şəhərə gedəndə, hər bir yarışda o düzülür zaldan kənara kimi ki, onun avtografını götürsünlər. İnanın ki, hörmətli tamaşaçılarımız, reklam fasiləsində biz özümüz də Səhər Çağı proqramının işçiləri için mən qarışıq icazə almışam ki, onlar sizə şəkil çəkdirib. Şəkil öz yerində. Yəni, çox vaxtı da bu bizə haradasa -4, +4, minus. Çünki Rafael həmişəçılıq ellər nastroykasına, hazırlığına və mən ona həmişə deyirəm, Rafael, çalış yarışdan sonra bunu et. Amma onun ürəyi elədir ki, davam gətirmir, hər bir kəsə. Ürəklərinə qurban. Xanımlar eşidirlər, ürəyi təmizliyin də. Əziz xanımlarımız, bu bir mesaj idi sizə ötürdü ki, ürəyim də təmizdir. Çalışır ki, hamı elə olsun ki, biz belə deyək, bizim balaların valideynlərinə danışdıq. Mən xüsusilə Irinanın valideynindən istəyirəm ki, Irina danışsın. Irina, твоя мама приехала в Баку для открытия первых европейских игр. Она всегда ходит с тобой туда-сюда или на соревнованиях, или нет? Нет, мама всегда болеет дома, за меня смотрит, она благодаря моим соревнованиям освоила все новинки техники, везде смотрит трансляции соревнований, но на первые европейские игры я очень захотела, чтобы она была здесь, потому что когда я сюда приехала, я здесь была только с тренером, и их давно не видела, и все здесь выступают дома, поэтому я тоже хотела почувствовать атмосферу дома и попросила их, чтобы они приехали. Приехала мама и брат. И все мысли на соревнованиях были только о том, а что мама подумает, а как мама сейчас смотрит, переживает. А этот бой надо выиграть, потому что как мама только 3 боя, что ли, посмотрит, она должна 5 боев посмотреть до финала. А здесь надо еще больше ударить, потому что мама смотрит, что она подумает. Красиво ударить. Да, поэтому все мысли, это были только о том, что смотрит и о чем думает мама. Поэтому, когда я выиграла, я посмотрела на маму, и мама рыдала, снимала экран, снимала все, потому что еще там за экраном папа, и они вдвоем там коннектили и переписывались только финал, уже звонки, все.
Поэтому мне было очень приятно, и эта победа была для мамы, и сегодня ее проводила, и не знаю, skoro приеду. Alqışlayaq İrinanın mamasını, əziz tamaşaçılarımız. İrinanın belə deyəcəm, anası yox, maması elə ilk Avropa oyunları üçün İrinaya görə Bakıya gəlib. İrina söyləyir ki, mən hər zaman gedirəm, amma anam heç vaxt mənim yanımda olmur. Sözsüz ki, televiziya vasitəsilə, telefon vasitəsilə onunla əlaqə saxlayırıq. Amma burada mən evdə deyildim, hər kəs evdə idi. Yəqin ki, İrinada bir qibtə hissi də olub, buradakı idmançılar öz evindədirlər. Ona görə anasından xahiş edib ki, sən gəl, mənə dəstək ol. Doğrudan da valideynin, ananın xüsusilə idmançılara dəstəyi danılmazdır və İrinanın da anası dəstək olub ona o göz yaşları, o bütün həyəcan onları canlı-canlı izləyib. İrina, mamana buradan bax, mən öpücüklər göndərirəm. Və mən yenə qayıtmaq istəyirəm təşkilat komitəsi ilə bağlı. Dmitri, что это мероприятие означает для карате? Да, знаете, вот вообще включение карате в европейские игры, в первые европейские игры, это большой шаг для развития карате. Карате на сегодня представлено во всех мультиспортивных ивентах, то есть на всех основных играх, исключая только олимпийские. Европейские игры, которые проводятся в Баку, очень близки по формату к олимпийским играм и по масштабу к летним олимпийским играм. То есть это не просто континентальная какая-то версия, да, как там панамериканские игры или африканские игры, они проводятся в гораздо меньшем масштабе, с меньшим количеством видов спорта. Hörmətli tamaşaçılarımız, Dmitri söylüyor ki, karate idmanı ümumiyyətlə elə bir idman növüdür ki, o yəni ilk dəfə idi ki, ilk Avropa oyunlarına daxil olunurdu. Həm də Olimpiya oyunlarında deyil, düzdürmü? Bircə orada yox. Bircə orada yoxdur. Ola bilsin ki, növbəti dəfələrdə ilk Olimpiya oyunlarına da salınsın. Bu belə deyək də bir cığır idi ki, bunu Azərbaycan açdı. Davam elə. Да, и поэтому на сегодня остался вот один шаг до Олимпийских игр. И как уже Ешар Баширов говорил, что я так понял, что он говорил, что да, Ты başa düşmüşsən, правильно понял. да, Давай, продолжай. о том, что Томас Бах, президент Международного олимпийского комитета, присутствовал на карате. Большой шаг вперед. Вообще Международный олимпийский комитет и президент как бы негласно, они не олимпийские виды не посещают. Вот. Но здесь было сделано исключение, потому что первая медаль для страны-организатора – это всегда особенное событие. Вот. И сюда на карате в первый день, это было главное мероприятие вообще игр за день, вот эта вечерняя сессия медальная. Первая медаль для страны, первая золотая медаль. Приехал президент страны и, конечно, приехал президент Международного олимпийского комитета. Я думаю, ну, около, наверное, минут 30 он смотрел, то есть то, что вот сделали наши атлеты, та презентация карате, я потом обсудил, поговорил быстро с президентом Европейской Федерации карате, он сказал, что карате ждало этого более 16 лет. Əziz tamaşaçılarımız, ümumiyyətlə Thomas Bach'ın Bakıya gəlişi, bu oyunlarda iştirak etməsi, ölkə prezidentinin bu oyunlarda iştirak etməsi və karatenin bu oyunlara ilk olaraq, yəni yarışlar hesabı ilə ilk olaraq salınması bu karate üçün bir uğurdur. Gələcəkdə karatenin Olimpiya oyunlarına, yay Olimpiya oyunlarına məsələn salınması üçün bu bir cığırdır ki, bunu məhz Azərbaycan açdı, belə deyək. Tokyo'da olabilir. Tokyo'da olacaq, Yaponiyada olacaq, 2020'də. Очень хорошие у нас шансы у карате как вида спорта. Мне кажется, презентовали вид спорта на высшем уровне. 22 июня, еще в этом месяце, уже будет известно шорт-лист видов спорта для включения в Токио. Все надеемся, что мы еще игры будут идти здесь, да. Надеемся, что мы получим еще один такой повод хороший. İnşallah iyunun 22'sində artıq siyahı bəlli olacaq ki, Tokyo'da, Yaponiyada keçiriləcək oyunlarda karate də ora daxil olacaq, yoxsa yox. Mənə elə gəlir ki, inşallah daxil olacaq. А в общем, вот если еще глобальнее смотреть, в формате европейских игр, на первых европейских играх прошло карате в первый день, супер успешно. И я вот ребятам уже говорил сегодня, будут вторые европейские игры, будут третьи, будут 10-е. И вы будете уже, вам будет там по 60-70 лет,
и вы будете смотреть, и всегда будут показывать, с чего они начинались. Всегда показывают Олимпийские летние игры, и всегда показывают Пьер де Кубертена. Как это появилось, и начинают рассказывать, что такое олимпийское движение. А когда будут говорить про европейские игры, каждый раз, абсолютно каждый раз, будут показывать вот этих ребят и будут про это говорить. И они на себя еще насмотрятся в будущем. Əziz tamaşaçılarımız Dimitri söylüyor ki karate bu bir ilk dəfədə keçirilirsə ilk Avropa oyunları bunun ardı var. Bunun ikincisi, beşincisi, onuncusu keçiriləcək. Amma hər dəfə o təməl, o birinci olaraq məhz bizim Azərbaycanlı karate idmançılarımızın adı tarixə həkk olundu. Belə deyək, əgər hər hansı bir video çarxlar da hazırlanacaqsa digər ölkələrdə mütləq o çarxlarda Ayxanın, Firdovsinin, İrinanın və Rafaelin, Rafael Özalın deyir. Rafaelin rəsmləri orada olacaq. Sənin gözün məni çox narahat eləyir. Həqiqətən, inan ki, bax elə Vüsalə ilə də baxırıq. Vüsalərin də balası istəyir ki, karate ilə məşğul olsun. Vüsalə onun gözünə baxır. Səhərdən bilirəm ki, tərəddüd eləyir. Fikirləşmir. Fikirləşməsin. Mən sizə deyim. 8-9 yaşı var, çünki karatedən gözəl idmanları yoxdur. İdmanı çox sevir. Ancaq ki, belə İnkişafı baxanda inkişafı üçün lazımdır. Yox, bir dəqiqə Ayxan, ağrı hiss eləmərsən mən elə gəlir. Siz baxız qızlarımıza görürsə, hamısı elə bil modeldilər bizim qızlar. Amma qələbədən sonra yəni otelə gələndə, şəhərciyə gələndə mən ancaq onda yadıma düşdü ki, gözümdə ağrı. Həqiqətən yəni sevincimdən yadımdan çıxmışdı ki, ağrılarım. Amma sonra ağrılarım çoxaldı və səhərsi gün mən artıq xəstəxanaya getdim. Yəni almacıq sümüyüm sınıb, amma buna baxmayaraq yəni döyüşdüm və qalib gəldim. Bax, budur Azərbaycan igidi. Budur. O əzm, o mətanət qarşısına qoyulan məqsədə çatmaq üçün bəzən belə deyək, o zədələri olur. Hətta dünən bizim proqramımıza İlahə xanım gəlmişdi. Bürünc medalçımız gəlmişdi. İlahə xanımın sən demək çiynində ciddi bir zədəsi varmış. 6 ay müddətində müalicə olunub, cərrahi əməliyyat olub. Buna baxmayaraq zərifdir. Zərif bir çiçəyə oxşuyur o İlahə. Amma buna baxmayaraq görürsünüz nə şücaətlər göstərir. Qızlar məşğul olursa idman növündən. Mənə çox maraqlıdır bilirsiniz. Siz modelier dizaynersiniz. Bəli. Modelier, dizayner və karate və Azərbaycan qızı. Bəli, mən uşaqlıqda məşğul olmuşam karate ilə, az da olsa. Və ümumiyyətlə bizim ailədə hamı karatistdir, karate ilə məşğul olur. Anamdan başqa, anam həkimdir. Onu da bu yola təhrik eləyirdiniz. O bizi bariz eləyir. Və sonralıqca isə mən çox marağım oldu mənim incəsənətə və çalışdım ki, modelier dizayner olum. 5-ci sinifdən ən böyük arzum olub bu mənim, moda dizaynla məşğul olmaq və axır ki, ABŞ-da, yəni Amerika Birləşmiş Ştatlarında, Los Angeles şəhərində moda dizayn universitetini bitirdim və sonra orada biraz işlədikdən sonra Azərbaycana qayıtdım vətənimə və gördüm ki, burada necə bu bütün hazırlıqlar gedir Avropa oyunlarına. Tam məqamına gəlmişsən. Bəli, və gördüm karate ilə necə uşaqlar məşğul olur, hamısı qürur hissi ilə buna hazırlaşırlar. Mən də istədim ki, bunun bir hissəsi olum və tarixin yazılmasında bir qatqım olsun. Bəli, qatqım olsun. Olub. Dimitri ilə sizin işiniz mükəmməldir. Performansınıza 5 bir dənə də yanında plus. Qızıl medallar elə sizindir. Tək biz deyirik, bizdən başqa da bizim qrupamızda ayrı adamlar var. Gülnarə, Hüseyin, Şahin, Anna Mariya və İqor Lavrov, onlar da xaricdən gəlib və bizlə bir yerdə hamımız qrup şəklində karateyə hazırlıq gördük və bu gözəl bir uğurla başa çatdı. İdmançılarımızın köməyi ilə hamısı təbəssümlə üzündə dərk etdilər bizim yarışı. Çox sağ olsun. Hamı kim ki bunda əli oldu və əlbəttə ki könüllülərimiz, 66 könüllümüz bunda iştirak etdi və uğurla ona görə biz bunu hamısını yerinə yetirdik. Çox gözəl. Təşkilati işlərdən çox şey asılıdır. Xüsusilə belə möhtəşəm, yəni iri miqyaslı yarışlarda. Bu doğrudan da iri miqyaslı yarış idi. Bu Azərbaycan daxilində olan bir yarış deyildi. Bu bütün Avropanın birlikdə həyata keçirdiyi yarış idi ki, buna Azərbaycan ev sahibliyi edirdi. Mənə elə gəlir ki, Yaşar müəllim, bəzən adam hadisələrin içində olur. Hadisələr çox adi yanaşırsan, düzdürmü Rafael? Amma vaxt keçəndən sonra
Deyim ki sizə hardasa bir iyul, avqust ayı bu oyunlar ki bitəcək, qutaracaq. Ondan sonra biz dərk eləyəcəyik ki, bu nə qədər möhtəşəm bir yarış olmuş və biz buna ev sahibliyi etmişdik. İndi hadisələrin içindəyik. İndi elə bilirik ki, belə də olmalıymış. Yox, təbiidir bu. Ancaq bu düzdür, belə adama gəlir ki, belə hasant keçdi, belə yüngül keçdi. Hərdən bir günün yarışı üçün illər boyu hazırlaşır. Siz bildiyiniz kimi belə yarışları keçirtmək üçün 6-7 il vaxt lazımdır. Bəli, düzdür. Ancaq biz Azərbaycanda 2 ildən az müddətə bu cür tikintilər getdi, bu cür hazırlıq göründü. Təbii ki, bu təşkilatçılıqla əlaqədar idi. Təşkilatçılıq çox yüksək səviyyədə olmalıdır ki, və mütəxəssislər, yüksək səviyyəli mütəxəssislər olmalıdır ki, bunu eləsin. 1000-dən artıq təşkilat komitəsində işçilər var idi. Xaricdən, onların yarısı xaricdən gəlib. Onların hamısı təşkil edən, təbii ki, başında da biraz öncə qeyd etdim, Mehriban xanım Əliyevadır. Yəni, o bu səviyyədə təşkil etdi və yüksək səviyyədə də ona görə yarış keçdi. Təbii ki, mən istərdim ki, bu qonaqlar kası ki, gəlir Azərbaycana, bunlar bir 5 ildən sonra da yəni gəlsinlər, görsünlər ki, səviyyə nə cür arta-arta gedir. Dayanmır. Yəni, biz gördüyümüz kimi, bugünkü günümüz bizim qısa bir müddətdə Azərbaycanı tanımaq olun. Biz yarışlara gedirik, qaydanda bir həftədən, 2 həftədən sonra görürük nə cür dəyişikliklər var. Azərbaycanın idmanına öz adını yazan idmançılarımız. Təşəkkür edirəm sizə. Hər birinizə, əziyyətinizə görə başda sizin prezidentiniz olmaqla Lider televiziyasının sözsüz və Lider televiziyasının əməkdaşları adından var olasınız. Qızıl medallar hər zaman sizin olsun. Yəni bu yarışda qızıl medal almayan, yarışı medalsız tərk edən bizim karateçilərimiz də bizim uğurlarımızdır. Əzizlərim, özünüzdən müğayyət olun. Allah amanında bizi səndən bir dənə mahnı istəyirik. Bizim bu idmançılarımız. Bəli, Azərbaycanımız var olsun, uğurlarımız hər zaman bol olsun. Sənə bir can borcu var, qoynunda yaşayanın. Oğlum, mərd qızım, mənim Azərbaycanım. Sənə bir can borcu var, qoynunda yaşayanın. Oğlum, mərd qızım, mənim Azərbaycanım. Şərəfim, şöhrətim, şanım. Qeyrətimiz bu torpaq, həm anam, həm də bayraq. Düşmənə çəkərik dağ, darıxmasın qaraq. Gəlirik doğma torpaq, qeyrətimiz bu torpaq. Həm anam, həm də bayraq. Düşmənə çəkərik dağ, darıxmasın Qarabağ. Gəlirik doğma torpaq. Azərbaycan, Azərbaycan, məndə bir can sənə qurban. Azərbaycan, Cənnətimiz Qarabağ, Milmuğanım, Şirvanım, sən mənim qürurumsun.